Testimizin davamını işləyirəm. D variantına baxaq. 4də 1, 2 tam 8də 5, 2 tam 6da 5. Burada 4də 1, 2 tam 8də 5 və 2 tam 6da 5 doğru artan sıra ilə doğru düzülüb. Ona görə D variantı bizim doğru variantımız olacaq. 7-yə baxaq. Hansı bənddə kəsirlər azalan sıra ilə düzgün düzülməyib? Bizdə azalan sıra ilə deyil. 5 tam 8də 5, 5 tam 6da 5, 6 tam. Burada əksinə artan sıra ilə düzülüb. Ona görə A variantı bizim variantımız olacaq. 2 tam 1 tam 6da 5, 1 tam 7də 5. Bu azalan sıra ilə düzgün qurulub. C-yə baxaq. 7 tam 6 tam 5də 1, 6 tam 8də 1, 6 tam. Bu da azalan sıra ilə düzgün verilib. D variantına baxaq. 1 tam 9'da 6, 8'də 6. Bu da azalan sıra ilə düzgün verilib. 8-ə baxaq. Gülnar, Asif və Elşən ev tapşırıqlarını yazırdılar. Gülnar 3 tam 7də 2 dəqiqəyə, Asif 3 tam 6'da 3 dəqiqəyə, Elşən isə 3 tam 7'də 5 dəqiqə yazıb bitirdilər. Kim daha çox vaxt sərf edər? Kimin daha çox vaxt sərf etdiyini tapmaq üçün biz bu kəsirlərin, bu qarışıq ədədləri müqayisə edirik. 3 tam 7'də 2, 3 tam 6'da 3 və 3 tam 7'də 5. Burada ən çox vaxt sərf edən Elşən olub. Doğru variant C variantı olacaq. 9'a baxaq. 96 kitabımın 6'da 4'ünü dostuma, 6'da 1'ini bazıma versəm neçə kitabım qalar? Dostlar, bunu toplayırıq. Bu kəsirləri toplayırıq. 6'da 4 ilə 6'da 1'i toplayanda edir 6'da 5. Bir tamdan, yəni 6'da 6'dan 6'da 5'i çıxırıq. 6'da 1 hissəsi özümüzə qalar. 96 kitabın 6'da 1'ini tapmaq üçün 96'nı 6'ya bölüb 1'ə vurarıq. Edər 16. Doğru variant B variantı. 10. Leyla günün 6'da 2 hissəsini məktəbdə keçirir. O hər gün neçə saat məktəbdə olur? Deməli, bir günümüzü birinci tapaq. Bir günümüz 24 saatdır və neçə saat məktəbdə olur onu soruşur. Bilirik ki, 6'da 2 hissəsini məktəbdə keçirir. Ona görə 24'ü 6'ya bölüb 2'yə vuracağıq. 4'ü 2'yə vuranda edir 8. Doğru variant D variantı. Sağ olun.